Onlar çox məşhurdular. Onlar çox sevilirlər. Onlar çox populyardılar. Çox dəyərlidirlər. Amma mən ağlıma belə gətirməzdim ki, nə vaxtsa onlardan da şikayət olacaq və onlar gəlib Ümidvara çıxacaqlar. Söhbət Şəmi ilə Şöşüdən gedir. Birazdan Ümidvarda. Özlərindən öyrənmək istəyərdim. Şəmi müəllim, nə baş verir əslində? Bütün tamaşaçılara salamlayıram. Salamlayıram hamınızı. Əslində heç ağlımıza gəlməzdi ki, nə vaxtsa gələcəyik, bax biz də bu verilişdə oturacağıq. Amma nə qayraq, nə edək, talih bax belə üzümüzə güldü və bax bu ad da tapa bilmirəm bu insana deyim. Əslində mən özüm çox sivilizovanlı, çox mədəni bir ailədə böyümüş bir insanam. Mən hər zaman özümdən böyüklərə, ağsaqqallara, ondan sonra hər zaman bizdən yaşda böyük olanlara biz hörmət elədik. Yalan deyil, yalan deyil. Amma bax bu cür şərəfsizlərə, bax üzünə Ağzını da açın, hörmətləri danışırlar. Xahiş edirəm, ağsaqqal söz verəcəksə. Buyurun. Dili də gəlmir, bunu ağsaqqal desin. Dayanıb bizdən şikayət eləyib, dayanıb nə bilim ərizə yazıb kiməsə, nə qayrı və burundan gəlsin. Nə sən bu günə kimi elədiklərimiz ha? Zaur müəllim, üzr istəyirəm. Buyurun. Şən müəllim 14 ildir ki, Vasmoydan aldığı sadəlikdən irəli gəlir ha bu. Təbii. Bu paltarı əynindən dəyişmir ki, mən sadə adamam. Mən oturub burada Şəminin bizneslərini saysam, sizin verilişin vaxtı çatmaz. De Şöşü, de. Şən müəllim, Yalan deyirlər, yalancılar. Bir sayacağım, qulaq as görüm. Gör hələ Şən müəllimin bu pula ehtiyacı var yoxsa yoxdur. Şən müəllim bax it boğuşdurur. Ayda 400 oradan gəlir. Sumqayıtda kafe var. Alqışlayaq bu qabiliyyəti, çox xahiş edirəm. Gör bu kişinin bu boyda tanınmış müğənninin pula ehtiyacı varmı ki? Ağsaqqalı, hansısa kakoyta ağsaqqalı anlatsın. Sumqayıtda Pulumu atmışsınız. Ayda 800-700 o kafelərdən gəlir. Hələ neftçilərdə 2 dənə dilənçi qoyub bir 800 o dilənçilərdən qazanır. Şən müəllimin ehtiyacı var pula. Ay kişi. Şöşü, çox şeylər ağartma. Da efirdir, canlı yayın. Hadi yaxşı. Bax, haram pullar da almışsın. Çox xahiş edirəm. Şən müəllimin qazandığı pullar. Durub gəlibsən burada şikayət eləyirsən. Sənin bığına, saqqalına yaraşar. Atın burada mikrofon təpinə. Mən çox üzr istəyirəm. Ağsaqqal, çox xahiş edirəm. Bax, haqqınızda belə bu ittihamlardırmı, yoxsa siz özünüz bizə şikayətlə müraciət eləmisiniz? Nə baş verir əslində? Zaur müəllim, bax, siz özünüz gördünüz ki, mən ağsaqqallığımı göstərib bayaqdan danışmıram. Mən hər ay 5.000, 10.000, 15.000 göndərirəm bunlara Yekaterinburgdan ki, mənə ev tiksinlər. Ev tiksinlər, indi qozalanda ağzımı danışığımı bilməyəndə gedib o evdə yaşayayım da, mən də neyim, mən də insanam. Ev yoxdur, pulu yeyiblər, gedib qəlyan çəkiblər, şəkil çəkdirib Instagrama qoyublar, eliblər, yeyib içiblər, bütün pulu dağıdıblar, evdə yoxdur. Google Map'dan baxmışam, belə qaraltı var, balaca hinə oxşuyur. Orada 120.000 pulumu yeyiblər. Mən pulumu versinlər, içinə maşenlikdir. Çox üzr istəyirəm. Siz ümumiyyətlə ağsaqqal, o evinizi, sizin o pul ki göndərmisiniz 120.000 deyirsiniz, qəlyan çəkilir, 120.000 nə qədər qəlyan çəkilir deyə bilmərəm, amma hər halda 120.000 göndərmisiniz ev tikməyə. O evi görmüsünüz özünüz canlı-canlı. Yox, evi görmüsünüz. Ağsaqqal, bəlkə gedib baxasınız, ondan sonra gələrsiniz. Mən internetdən baxdım, orada 120.000 heç nə yoxdur. Cic-cic, bura pulları satmaya gəlir. Məni, bax, Zaur müəllim, Zaur müəllim, Axrananı çağıracaq. Zaur müəllim, sizin axran olsun da məni benzinlə bura buraxmadı. Mən belə gəlmişəm. Sən bizə açıqlama ver görüm 120.000 sən də hardan? Sən o axran məni benzinsiz qoydun. Mən bilsəydim, kanistirimi götürüb gələrdim bura. Mən qoca adamı burada şey eləyirsiniz. Kanistirsiz qoxlama, benzin. Mikrofonları qoyun, tərk edin stüdyanı, tərk edin. Pullarınızı da götürə bilərsiniz. Honor'un ilk resmi brend mağazası artıq 28 Mall'da fəaliyyətə başladı. Açılışa özəl alışverişinizdə müxtəlif hədiyyələr qazanacaqsınız. Üstəlik 20-31 iyul aralığında mağazada nağd alışda xüsusi indirimlərdən, hissəli alış zamanı isə faizsiz və komissiyasız imkanlardan yararlana bilərsiniz. Ünvan 28 Mall 1-ci mərtəbə. Bu dərəcədə gözləmirdin? Kontakta gəl. Ayda 25 manatdan başlayan qiymətlərlə kondisioner al, dərəcəni dəyiş, sərinlə. Çatdırılma və quraşdırılma pulsuzdur.
Əzizim, hardasan? O mənim auram, buludlarla dost olan, evimdə fərq yaradan. Elə özəl, incə və zərif, elə yumuşaq olan. Həyatım, neynirsən? O mənim auram, buludlarla dost olan, evimdə fərq yaradan. Elə özəl, incə və zərif. Aura tualet kağızı. Yumuşaq, yumuşaq. Bravo Super 5 loteriyası 3. mövsümlə geri döndü. Audi Q7, 10 iPhone 16 Pro, 15.000 manatlıq hədiyyə kartları səni gözləyir. Elə indi Bravo klubla 20 manatlıq alış-veriş et, səbətində Bravo brend məhsul olsun və şanslar qazan. Super hədiyyələr üçün Bravo, doğru seçim. Bravo, doğru seçim. Selfie çəkdirmək xoşlayırsınız? Bəs video selfie ilə banka gəlmədən kredit almaq istərdiniz? Onda bu imkan məhz sizin üçündür. Play Market və App Store platformalarından mobil şöbə əlavəsini yükləyin, kredit sifarişi bölməsində 50.000 manatadək nağd kredit məbləğini qeyd edin və qısa video selfie ilə sifarişi tamamlayın. Kreditiniz isə birbaşa evinizə gəlsin. Bank Respublika sizə faydalı. Alovlu Lay's və pikant Cheetos. Acılı Xrustim və çox acılı Doritos. Qərar verin, səncə acıdır? Mən Elçin Zeynalov Neptuna 2011-ci ildə Həzas Nano filialında mühasib operator kimi qoşuldum. O vaxt bu sahədə yeni idim. Amma elə ilk gündən başa düşdüm ki, burada inkişaf üçün həqiqi imkanlar var. 2014-cü ildə fəaliyyətimə Nərmanov filialında davam etdim. Müxtəlif insanlarla işləmək, yeni təcrübələr qazanmaq mənim üçün çox dəyərli oldu. 2015-ci ildən fəaliyyətimə Əhmədli filialında müdir müavini kimi davam etdim. Artıq komanda idarə etmək, proseslərə rəhbərlik etmək məsuliyyətini üzərimə götürmüşdüm. ...2020-ci ildən Xalqlar Dostluğu filialında mağaza müdürü kimi fəaliyyətimi davam etdirdim. Artıq strateji düşünməyi, proseslərə rəhbərlik etməyi öyrənmişdim. Hazırda isə 2023-cü ildən Maşdağa filialında mağaza müdürü kimi fəaliyyətimi davam etdirirəm. Artıq bu illər ərzində Neptun mənə ikinci evim kimi olmuşdur. Bu yol asan olmadı, amma hər mərhələsində öyrəndim, böyüdüm və irəlilədim. Neptun mənə təkcə karyera deyil, həm də bir ailə dəyərini öyrətdi. Nə yaxşı ki, Neptundayam. Evində sərin atmosfer yaratmaq üçün kondisionerlərini Solitondan endirimli qiymətlərlə al. 40-45 kvadrat metr refill kondisioner 499 manat 99 qəpik. 60-65 kvadrat metr refill kondisioner cəmi 699 manat 99 qəpik. Geniş çeşid, bol məhsul sayı və sərfəli qiymətlərlə bu yay sərinlik hər kəs üçün əl çatan olacaq. Soliton, telefon 180, rəsmi sayt soliton.az. Nəfəs darlığı, xırıltılı öskürək, halsızlıq varsa, xəstəliklə qarşı-qarşıyasız. Bronxonat şərbəti öskürək və qıcıqlanmanı azaldır, təngi nəfəsliyi aradan qaldırır, bəlğəmin orqanizmdən xaric olmasını təmin edir. Herbafloradan sirop formasında öskürək varsa, bronxonat var.
Ay Allah evim yıkıldı. Ay Allah. Saxla, dayan kapitan, dayan. Saxla, dayan. Dayan kapitan. Xahiş eləyirəm. Birdən sənə xətər dəyər, heç vaxt özümü bağışlamaram, heç vaxt. Sözünü de. Bax, orada snayper oturub məktəbdə. Yaxın getmək olmur, əslab yaxşı da işləyir. Yerini göster. Nə Rus bilir, nə erməni bilir. Getdi. Girək, bax orada. Dayan! Dayan! Kapitan! Ben Artavazam. Kömək elə. Snayper biçib qırdı bizi. Gel onu iri çaplıdan vura. İndi. Mitya. Tuşla görüm. Dayanın. Atmayın. Orada bitirandı. Ona göre çoklu pul almaq olar. Necə? Bağırma. Cehenneme ki veterandı. Biz qocalara güllə atırıq. Olsun da. Müharibə veteranıdır. Gör ne kadar adam vurdu. Ateş açmayın. Mən özümüzünkiyəm. Bir zabit kimi and içirəm. Mən silahsızam. İçəri girirəm. Bağışlaq saqqal. Belə alındı. Meyitleri yığıştırın. Kapitan! Yanınıza kalkmak olar. Durun! Qocanın meydini mənimkilər götürəcək. Bu əmirdir. Bu ne danışır? O öz işini görür.
Bir də kapitan götürəni polkovnik qaytarar. Möhtərəm yoldaş redaktor, siz məndən çox xahiş elədiniz ki, öz xatirələrimi yazım. Oyun qaçıra bilmədim. Amma sözün açığı, yazdıqlarımın zərrə qədər də xeyri olacağına inanmıram. Mən müəlliməm və müharibəni şəxsən keçmişəm. Uzun çəkən, qanlı və amansız bir müharibəni. Amma yəqin ki, şagirdlərimə o müharibənin nə olduğunu tam izah edə bilməmişəm. Müharibənin o ilk günlərində heç ağlımıza da gəlmirdi ki, qələbəyə gedən yolda biz nələrdən keçəcəyik. Müharibə adlanan bəla nələri əlimizdən alacaq. Nələri qurban verib, nələri itirəcəyik. Vəhşiləşiblər fritçlər. Səhərdən 5-ci hücumdur. Sursatımız da qurtarır, komandir. Neyniyəcəyik, hə? Əl ayağımız yerində.